Bu videoda sizlərə Yoshiro pultunun istifadə qaydasını göstərəcəm. Hal-hazırda söndürüləcək. İşə salmaq üçün pultu basırıq. Avto rejimdədir. Mode düyməsi ilə soyuq rejimə gətiririk. Temperaturun artırıb azaldılması. Biz temperaturu azaldırıq. Fanın surəti. Fan sözünü istədiyimizə qoyuruq. Turbo rejim maksimum rejimdə işləyir. Swing jaluzun qapağını aşağı yuxarı edir və biz isti rejimə qoymaq istəyiriksə yenidən mode düyməsi ilə güneş işığına gəlirik və temperaturu qaldırırıq yuxarı. Hal-hazırda indi isə soyuq vəziyyətdə, isti rejimdədir. Yenidən fan avto rejimdədir. Fanın istədiyimiz kimi sürətin artırıb azaltmaq üçün fan düyməsinə basırıq və edir. Əgər biz pultumuzu kildə, yəni uşaq rejiminə salmaq istəyirsə, mode ilə timer düyməsini eyni vəziyyətdə basılı saxlayacaq, pultumuz kildə düşəcək. İndi isə söndürürük. Soyuq rejimə qoyub söndürürük.